Bugün Ramazan ayının 4-cü günüdür. Allah bütün tutulan oruçları, edilen duaları qəbul etsin inşallah. Artıq iftarımızı açmışıq. Tez-tez soruşursunuz ki, necə edək ki, Ramazan ayında bizim mədə bağırsağımızda problem yaranmasın. Bir çox insanlarda qəbizlik yaranır. Yedikdən sonra diskomfort, köp şiş yaranır. Mən sizə bu 3 çayı məsləhət görürəm. Nömrə 9 çayımız karbohidrata nəzarət çayıdır. İnsulin dirənci olanlar, şəkərə meyillilik olanlar, şəkər xəstələri içə bilər. Bu həm şirniyyata istəyi azaldır, həm də karbohidratları parçalayır, qoymur orqanizmə zərər verməyə. Turba çayı isə mədə bağırsaqdakı köpü, şişi, diskomfort hissini aradan qaldırır. Həm arıqlamağa kömək eləyir, tərkibindəki zəncəfil immuniteti artırır. Gün ərzində özünüzü yorğun, halsız hiss etməyə qoymur bu çay. Və bizim nömrə 5 çayımız, rahat həzm çayımız imkan vermir ki, siz yedikdən sonra sizin yedikləriniz sizə əziyyət versin. Çox gözəl həzmə aparır. Çaylarımız bitki tərkiblidir, heç bir əks təsiri yoxdur. Çox da rahat dəmlənmə qaydası var. Hər paketin üzərinə 200 ml su tökməklə dəmləyə bilərsiniz. Mənim səbrim çatmır bunları artelini dəmləməyə. Mən hərəsindən bir paket tökürəm, 200 ml suda dəmləyirəm. Vəssalam, hər birinizə sağlamlıq arzu edirəm. 10-15 dəqiqə dəmləndikdən sonra hazırdır.